Salam dostlar, kanalıma xoş gəlmisiniz. Necəsiz? Əslində bu videonu dünən, yəni dekabrın 31-i çəkməliydim. Və bu çox qaranlıq oldum mən. Baxaq. Aha. Əslində 31-i çəkməliydim, amma dünən biraz emosional və xaotik bir gün idi deyə ümumiyyətlə video çəkməyə girişmək istəmədim. Ona görə bugün yanvarın 1-i çəkirəm. Bugün dünənə nisbətən daha yaxşı hiss edirəm. Məncə bu yanvarın gətirdiyi o fərahlıqla əlaqədardır həm də. Çünki yeni il, yeni şanslar falan belə-belə düşüncələr var beynimdə. Ona görə daha ümid dolu baxıram həyata. Əslində bu videonu bir neçə dəfə ingilis dilində çəkməyə çalışdım. Normalda mənim speaking səviyyəm B2-dir, amma içimdəki mükəmməliyyətçi tərəf məni o qədər sıxdı ki, adi sözləri belə səhv tələffüz eləməyə başladım. Ona görə də öz ana dilimdə videonu çəkməyə qərar aldım. Beləliklə həm özümü daha rahat ifadə edərəm, həm axıcı danışa bilərəm, həm də bu videonu izləyəcək insanlar o an məni anlayar, sonradan altyazı əlavə edərəm yəqin ki. İngilis dilində çəkmək istəməyimin səbəbi dünyəvi olaraq anlaşılmaq idi. Amma olsun. Belə qismət. Başlamamışdan qabaq ilk olaraq deməliyəm ki, düzdür, mənim uşaqlıqdan bəri YouTuber olmaq və yaxud da YouTubedan şöhrət qazanmaq kimi xəyalım olub. Yəni ki, yadınızdadır 2010-cu illər elə idi. Hamı əsasən oyun videoları çəkərək YouTuber olurdu filan. Mən də onlardan biri idim. Oyun videosu çəkmirdim, kuklalarıma aid çəkirdim. Yəni uşaqlıqdan gələn bir xəyal olsa da, bugünkü videonun çəkilmə məqsədi hər hansısa bir şöhrət deyil. 2025-də başıma gələnləri danışmaq və gələcək nəsillər üçün bir xatirə olması üçün çəkirəm. Bu nəsillər məndən də ola bilər, başqa birindən də ola bilər, fərqi yoxdur. Əsas odur ki, 5 il sonra baxıb, indiki halımı görüb, nə qədər yol qət elədiyimi fərqinə varım. Belə. Balcı-balcı yazmışam ayları və əsas unutmamalı olduğum şeyləri. Yanvardan iyuna qədər boşdur. Onları hamısını beynimdən deyəcəm. Belə, başlayaq. 2025-in mənə qazandırdığı əsas şeylərdən biri əslində dostluqları oldu. Amma bu dostluqların təməli 2025-in əvvəlindən yox, əsasən 2024-ün sonluqlarına doğru atılmağa başladı və hal-hazırda nəzərdə tutduğum yeni qazanılmış dostluqların çoxu skautingdən qazanılıb əslində. Oktyabrdan idi deyəsən, ad günümdən sonra. Oktyabrda mən skautinqə qoşuldum və dekabrda ilk skaut düşərgəmə qatıldım. Düzdür, hikingi 2024-ün yayında yoxlamışdım mən Yay Festdə, amma orada da yenə yoxladıq. Mənim üçün unutulmaz anlar idi, yəni Daşkəsən düşərgəsi. Hələ də çox darıxdığım anlardan biri idi. Çünki mən skautinqə qoşulanda bizim dəstədə sınaq müddəti var, amma sınaqda olmağıma rəğmən heç bir təcrübəm olmamasına, heç bir biliyim belə olmamasına rəğmən Daşkəsəndə patrul lideri olmuşdum və həqiqətən müvəffəqiyyət qazanmışdıq. Çünki səyyah qızlar samda bala görə bayağı bir yüksəkdə olaraq birinci yerə çıxmışdı. Bozqurd patrulunun patrul lideri idim. Patrul sözünü belə deyə bilmirdim də, yəni dilim dolaşırdı, cümləm çox uzun idi deyə. Bu dostluqlara əsasən dekabrda təməli atılmağa başladı və digər aylara doğru daha da gücləndi. Məsələn, indi hal-hazırda həyatımda olan dostlarımın çoxu ilə bağımın güclənməsinə səbəb əslində dəstə görüşlərindən də əlavə mayda getdiyimiz Quba düşərgəsi idi. Hal-hazırda liderimiz əskərlikdədir. Buradan Firuzə salam. Skautinqi sevmə səbəblərimdən, əsas səbəblərimdən biri də əslində o və onun göstərdiyi təmənnasız sevgi olub. Çünki bir lider necə olmalıdırının örnəyi mənim gözümdə odur. Ondan nümunə gətirərək hal-hazırda o əskərlikdəykən bir şeylər eləməyə çalışıram. Belə, bir dənə baxım, ayları yadıma salım. Dostluqlar 2025-in mənə qazandırdığı ikinci əsas şey sevgi oldu məncə. Həyatımda ikinci dəfə eşqə düşdüm deyək. Aşiq oldum. Düzdür, sonu istədiyimiz kimi mi deyim, istədiyim kimi mi deyim, bilmirəm. Sonlanmadı. Amma məni çox böyütdü deyə bilərik. Bilirsiniz, yəni ki, 2025 ilan ili idi və ilan ili bağlanmalı olan qapıları bağlayan,
səni bir növ dəri dəyişdirməyə məcbur eləyən bir ildir və həqiqətən iliklərimə qədər ilan ilini hiss eləmişəm də. Ola bilər bəziləri üçün 2025 möhtəşəm bir il kimi yadda qalsın. Mənim üçün 50-50 demək olar, amma sönmə ekran. Arada bir belə şeylər eləyəcəm dostlar. Sorry. Səmimi bir video olur ən azından. 2025 mənim üçün biraz ağır acılarla hələ ki yadda qalan bir ildir. Bəlkə də təzə-təzədir deyə. Bir neçə il sonra bəlkə də xoş xatirələr sadəcə yadımda qalacaq. Eşqdən davam eləyək. Tamamilə mənim xarakterimin dəyişməsinə səbəb olan, həyat ruhumu, həyat eşqimi, ruhumu söndürən, gözlərimdəki işığı söndürən ekran şeyini düzəldib gəldim. Ne danışdığım yadımda deyil. Sağ olsa neydi işte. Neyse de axır. Dediyim kimi, xarakterimin çox mənada və yaxud da aspektdə dəyişməsinə səbəb olan bir təcrübə idi mənim üçün. Amma məncə belə gərəkli idi. Onsuz da həyatda, dünyada nə necə olmalısa elə olur deyə düşünən bir insanım. Mən belə böyüməli idim deyə düşünürəm. Peşman da deyiləm əslində. İlk başlarda bəzi anlarda peşman olduğum anlar olub. Amma indi peşman deyiləm. Çünki fərqinə vardım ki, əslində o insan tərəfindən mənə gəldiyini düşündüyüm və yaxud da konsept olaraq eşqin əslində tamamilə məndən qaynaqlandığının fərqinə vardım. Yəni, bəlkə də eşitmisiniz Instagramda və yaxud da TikTokda. Love is me. Əslində eşq mən imişəm. Orada olan o dəyərli duyğular mən imişəm. Mənim içimdəki olan duyğuların projectionu, əks olunması imiş. Ki, mən görüb deyirmişəm ki, aşk mı dedin? Əslində elə deyilmiş. Onların hamısının səbəbi mən imişəm. Fərqinə vardım. Burada yəni kimsə belə aşağı görmürəm. Sadəcə mənim fərqindəliyim belə algıladı. Çox əlavə dildən bir şeylər istifadə etmək istəmirəm. Öz təmiz dilimizdə danışmaq istəyirəm. Amma bəzən olur, öyrəşmişik. Və bundan əlavə sadəcə dediyim, bəhs elədiyim eşqlə əlaqədar deyil bu. Həm dostluq münasibətlərində, ikili münasibətlərdə insanlarla fərqinə vardım ki, əslində sərhədlər çox gözəl bir şeymiş. Əgər sizin də bir keçmişdə people pleaserlıq keçmişiniz varsa, sərhəd qoymaq və yaxud da kimisə sərhədinin olması dəhşətli bir şeydir. Və mən də keçmiş people pleaserlardanam falan. 2022-də sonlandırmışam bunu, şükür Allaha. Amma yenə də tam olaraq sərhədli qoymağı bu il öyrənmişəm deyə düşünürəm. Bunu gələcək illər göstərəcəyə görə öyrənmişəm, öyrənməmişəm. Amma öyrənənə qədər həqiqətən dəhşətli gəlirdi. 2025-in qatdığı gözəl şeylərdən biri budur. Əslində, totalda böyük rəsmə baxanda faciələr daha can yandırıb deyə onlar gözə girir, amma balaca indi danışanda fərqinə varıram ki, tam olaraq 2024-də nəyə niyyət eləmişdimsə, onları da yaşamışam. Mən 2024-ün sonunda 2025 üçün insan münasibətlərimi düzəltməyi niyyət eləmişdim və həqiqətən də bu oldu. Həyatıma çox müxtəlif xarakterli və mənlə eyni xarakterli insanlar girdi və onların sayəsində də insan münasibətləri, kimlə necə danışmaq lazımdır və nisbətən də emosiyaların kontrol edilməsini falan öyrənməyə başladım. Gözəl təcrübələr idi. Ondan sonra hara gələk? Əslində yanvar, fevral, mart, aprel, may, iyun bu aylarda həm sevgidə, həm də ikili münasibətlərdə yavaş-yavaş çartlamalar, ağrılı və yaxud da ağlamalı günlər olub. Amma totalda məni yıxan günlər hələ qabaqdadır. Ona görə xoş günlərdən danışacağam. İyul ayında həyatımda ilk dəfə xaricə uçdum. Bu da skauting sayəsində oldu. Ona görə də buradan skautinqə təşəkkürlər. Peşman deyiləm hələ ki. Türkiyəyə getdiyimiz yerin adını buralara bir yerə yaza bilsəm yazaram. Yadımda deyil. İstanbulda, Türkiyədə izcilərin, skautların xüsusi bir ərazisi var. Onlar düşərgələrini orada keçirə bilirlər və biz də ora getmişdik. Mənim üçün unutulmaz günlər idi və çox yorucu günlər idi. Çünki biz ora staf heyəti olaraq getmişdik. Hətta staf bəcimi göstərə bilərəm. Oradan yəqin ki tərsinə görürsünüz, amma Azərbaycan, Fidan Muxtarova destek
İST istasyondur yəqin, dəstək istasiyonu yazıblar. Türk İzci Toyu, Turkic Scout Jamboree olaraq qeyd eləyiblər. Türkiyə İzcilik Federasiyonu. Bu bəcimdir. Arxasında belə-belə şeylər var. Bu da xatirə kimi verdikləri bir şeydir. Bunu çox adama verə bilməmişdilər, təəssüf ki. Gələcəkdə otağımın divarından asacağam. Staff qalstukum və bəcim də hamısı şkafdadır deyə indi onları axtarmağa girişməyəcəm. Belə, Türkiyədəki günlər dediyim kimi çox yorucu idi staff olduğumuz üçün. Çünki əsasən Türkiyə və Azərbaycan yadımda qaldığım qədərilə mətbəx işlərini görürdü və dəhşət yorucu idi həqiqətən. Amma xoş xatirələri yoruculuqdan daha çox oldu. Əsas qız dostlarımla gözəl anlar yaşadıq. Gecə 3-ə 4-ə kimi söhbət eləyirdik. Ranzalarda yatırdıq. Yəni 2-2-də yuxarı aşağı olmaqla hamımız yuxarı mərtəbələrə çıxırdıq, elə söhbət eləyirdik ki, bir-birimizi görək. Ondan əlavə boş vaxt veriləndə staff heyətlərinə kənardan gətirdiyimiz yeməklərlə filan əməlli başlı bir kampaniya keçirirdik və söhbətlər dəhşət maraqlı olurdu. Oradakı hamı ilə, hamı deməyim indi mənim təzə tanıdıqlarım var idi. Olsun amma yenə də qız gücü deyə bir şey var. Telepatik əlaqə qura bilirdik. Bir baxışdan artıq bir-birimizi anlayırdıq deyə qorunmuş kimi hiss eləyirdim özümü. Məndə daxili olaraq var əslində qızlarla eyni məkana düşəndə daha çox meylli oluram onları qorumağa, ətrafa qarşı çox ayıq olmağa başlayıram. Mən əvvəl bu qədər deyən adam deyil idim. Düzəltmək lazımdır 2026-da bunu. Belə Türkiyədən şəkillərimi, bir də mayda qeyd elədiyim düşərgədən, Daşkəsən düşərgəsi falan bunların şəkillərini, videonun bir yerlərini qoya bilsəm qoyaram, bilmirəm qoya biləcəm yoxsa yox. Təzədən bu işlərə uzun müddətdən sonra başlamışam deyə. Belə, Türkiyədə belə getdi. Avqust ayı. Avqust ayının əvvəli idi, yoxsa axırı idi? Əvvəli deyəsən. Əvvəli olmalıdır. Avqust mənim üçün ağrı acı ilə yadda qalmış bir aydı, amma fiziki olaraq. Çünki Türkiyədən qayıdan kimi hazırda görürsünüz, ağlımın diş telləri var və diş teli üçün mənim bütün ağıl dişlərim, molar gedir deyəsən ingiliscə, çıxardılmalıydı. Çünki sümüyün içərisində idi dişlər və tamamilə ziyanverici bir pozisiyadaydı da. Hamısı çıxarılmalıydı və sadəcə eyni anda 2 dənəsini çıxartmaq olurdu. 4-ünün də vəziyyəti ağır olduğu üçün. Və 2 həftə, yox 10 gün, 2 həftə kimi bir şeydir o da. Elə ki, bu tərəfi çıxartdıq, 10 gün gözləməliyəm sağalma müddətini, sonra bu tərəfi. Yəni 20 günü mən əziyyət çəkmişəm də avqustun. Dəhşətli bir şey idi, çünki dəhşət ağrı verici bir şeydi. Dediyim kimi, çətin bir vəziyyətdə olduğu üçün dişlər. Sümüyün içində idi, yontulmalıydı falan. Yadıma salmaq istəmirəm o anları. Ağlayırdım əməlli başlı. Üzüm şişmişdi, şişməkdən əlavə ağrımışdı. Bu tərəf keçəndən sonra bu tərəfi çıxartdıranda burası daha az şişdi, amma daha çox ağrıdı. İnana bilirsiniz? Yəni daha dəhşətli bir vəziyyət idi də. İkinciyə gedəndə mən diş həkimimə yalvarırdım ki, nə olar eləməyək. Mən 10 gün ac qalmışam. Çünki bu tərəf çəkiləndə mən yəqin ki 6 günə yaxın həqiqətən normal heç nə yeməmişdim. Əməlli başlı arıqlamışdım. Dəhşətli günlər idi. Avqustun son həftəsi də yenidən Yay Festə qatıldım, amma bu dəfə skaut olaraq. Bunu bir uğur kimi danışıram, çünki 2024-də qatılanda demişdim ki, gələn il mən bura staff kimi gələcəm də. O da staff sayılır əslində, daha bilmirəm adı necə gedir, amma skaut kimi getdim. Onsuz da mən skautingi də 2024-ün Yay Festində yeni avqust ayında tanımışdım. Belə. Yəni bir beynimə qoyduğum şeyi gerçəkləşdirdiyim üçün ona görə uğur kimi danışıram. Amma oradakı həftəm də çox yaxşı keçmədi. Çünki gedən kimi mən xəstələndim. Xəstəliyi əslində anamdan qapmışmışam. Sadəcə sonra qayıdandan sonra fərqinə vardıq bunun. Qızdırmam var, amma heç kimə bunu sübut edə bilmirəm. Başım yanır, amma bədənimdə qızdırma yoxdur. Dəhşətli 5 gün idi mənim üçün. Çünki ancaq burnum axır. Halım yoxdur. Hələ axırıncı gün, axırıncı həftə olduğu üçün skautlarına çadırları falan sökürdük. Axırıncı gün fikirləşin də gedib 2-3 dənə şey gətirirəm, ağırlığı belə olmayan çadır tulum falan, çadırın içindən tulum falan götürürəm. Günəşin istisi vurur deyə 10 dəqiqə uzanmaq məcburiyyətində qalıram. Axşama doğru yaxşılaşdım amma. Avqustda belə getdi. Gələk sentyabra. Əslində sentyabr o qədər dəhşətli deyildi. Burada çox şəxsi həyatımı danışmaq istəmirəm, amma bəzi zərər verən yenə
Yenə ekran sönür. Mən bunu necə düzəldəcəyimi bilmirəm dostlar. Dözməliyik. Nəysə. Oktyabrın 5-i sentyabrda mən artıq aktyorluq kursuna başlamışdım. Oktyabrın 5-i isə ilk dəfə rəsmi olaraq tamaşa oynadım. 2024-ün idi, 2025-in idi. Yadımda da deyil vallah. 2025-in fevral ayının 23-ü falan, yadımda deyil dəqiq tarix. Bu ekran niyə belə eləyir? Ay dostlar, bu niyə belə eləyir? Nəysə, fevral ayında mən Xocalı faciəsinə görə bacı rolunda da oynamışdım sarayda bir məktəbdə, amma bu ilk rəsmi işim idi. Heydər Əliyev sarayında Hamlet tamaşasında rol oynadım. Orada da saray əyanlarından, işçilərindən birinin rolundaydım. Açığı Heydər Əliyev sarayında oynamaq mənim üçün niyə heç həyəcan verici bir təcrübə deyildi, bilmirəm. Qudurmuşduqdu, nədir? Amma noyabr ayında oynadığım Rus dram teatrındaydı. O dəhşət həyəcan verici bir şeydi də mənim üçün. Bir saniyə. Bunu bayaqdan eləsəydim bu qədər şamataya ehtiyac olmayacaqdı. Aha, noyabrın 19-u Rus dram teatrında Hamleti təzədən oynadıq eyni rolda, amma mənim üçün dəhşət gərgin və həyəcan verici bir şey idi. Bilmirəm, bəlkə də Heydər Əliyev sarayı daha çox konsertlər üçün nəzərdə tutulmuş bir məkan olduğuna görə ola bilər. Rus dram teatrı əsl teatrdır və sən ilk dəfə teatr səhnəsində oynayırsan. Səhnə daha balacadır. Mənim qara geyindikləri şeyə hələ də nə deyirlər yadımda deyil. Plaşım axır. Uzundur, ayağıma dolaşa bilər. Gərgin idim, çox gərgin idim. Bəlkə də əvvəldən hiss eləmişəm, bilmirəm. Ortam da gərgin idi. Digər aktyorlarda da hiss edirdim onu. Bəlkə də yenə mənim hissiyatımın onlarda gördüyüm bir əks olunması idi, bilmirəm. Gözəl bir xatirə idi mənim üçün Rus dramda oynamaq. Amma axşam biraz işlər dəyişdi. Tamaşadan çıxan kimi əslində saat 7-də başlayırdı tamaşa. 7-yə işləmiş baş veribmiş bu hadisə. Tamaşadan çıxanda anamla danışanda nənəmin xəstəxanada olduğunu öyrəndim. Emosional bir video olmamalıydı bu. Öyrəndim, bilmirəm. Düzdür, ağladım, hiss elədim, amma ciddiyə ala bilmədim bəlkə də. Çünki nənəm daha əvvəl də ağır bir şəkildə xəstəxanaya getmişdi, aparmışdılar. Və komaya düşmüşdü, amma hər şey gözəl olmuşdu. Düzəlmişdi, sağalmışdı. Bu dediyim hadisə axırıncı haçan olub yadımda belə deyil də, yəni. Nəysə axır. Ondan sonra dəhşətli müddətlər başladı, həm mənim üçün, həm də ailəm üçün. Çünki nənəm mənim həyatımdakı ən önəmli insan idi, məni böyüdən şəxs idi. Noyabrın 19 dediyim kimi öyrəndim daha doğrusu xəstəxanaya getməyini. Həmin gün öz evimizdə idim, yəni hamı dəhşət içərisində idi. 10 gün ərzində başqa bir düşərgəyə də qatıldım. Əslində çox arada qalmışdım. Nənəm yenə komadaydı. Başqa bir hadisə də olub, indi yadıma düşdü. Noyabrın 19-u, bilmirəm, mistik şeylərə inanırsınız yoxsa yox. Nənəmlə onun anası eyni anda pisləşiblər və onun anası üçün də mən çox da əziz bir insan deyildi. Həyatımı ona keçirtməmişəm deyə. Yəni nifrət də eləmirdim, amma nənəm daha əziz idi. Onun üçün vaxtilə sərgi falan da düzəltmişdim. Onun da şəkillərini qoymağa çalışaram. Eyni anda ikisi də pisləşib və nənəmin anası vəfat elədi. Noyabrın 19-u. Ondan sonra ayın 21-i idi deyəsən, yadımda deyil. Liderlik forumu adı elə olmalıdır. Ona qatıldım. Dediyim kimi arada qalmışdım, çünki ailəmin yanında olmaq istirdim, amma anamın normal olaraq halı o qədər də yaxşı deyildi, çünki anasıdır və ailədəki tək pozitiv insan mən qalmışdım. Pozitiv də deyə bilmərik, əslində tək qalanda yenə oturub ağlayırdım, hər şeyin fərqində idim. Amma qalmaq məcburiyyətində idim. Çünki fərqindəlikli bir insan olaraq özümü buna məcbur hiss edirdim. Hamını mən idarə eləməliyəm. O xaos anında mən durğun qalım, sonra mən toparlayaram. Mən yenə toparlayaram, amma
başqalarından çox da əmin deyildim deyə pasiv kimi qalmışdım. Ona görə ailəmin yanında olmaq, anamın, dayımın əhatəsində olmaq məni həqiqətən çox boğurdu. Düşərgəyə getdim. Getdiyim üçün indi peşman deyiləm, çünki həqiqətən nənəmin yanına buraxmırdılar. İstəyirdim ki, onunla danışım. Çünki nə qədər desələr ki, şüuru qapalıdır, əmin idim ki, eşidəcək. Bir şəkildə eşidəcək. Neysə, düşərgəm maraqlı keçdi. Dediyim kimi peşman deyiləm. Ayın 29-u nənəm 10 gündür komadadır və saatı yadımda deyil. 9-10 əhatələri, 9-a qalmış yəqin ki. Bilirsiniz, dəhşətli bir şeydir. Bu hissiyata heç kimi yaşamasını arzulamıram. Ailəmdən hər hansısa bir zəng gələndə, anamdan, dayımdan və yaxud da telefonum cibimdə zəng çalanda və mən görə bilmirəm axı o kimdir zəng eləyən. Mənim ürəyim o qədər əsməyə başlayırdı ki, hər an bir xəbər gələcək. Xəbər deyəndə o xəbər gələcək deyə. Ona görə anama, dayıma da nə qədər tənbih eləmişdim ki, mənə zəng eləməyin. Qorxuram. Ayın 29-u WhatsApp-dan anamdan zəng gələndə və zəng hər hansısa bir nasazlığa görə kəsiləndə o an anladım. Sadəcə anlamaq istəmədim. Anamla yenidən əlaqəni qurana qədər yenə də bir ümid qırıntısı qaldı içimdə. Ki, bəlkə də elə deyil. Amma ekranın sönməyinin heç yeri deyildi hal-hazırda. Biraz hörmətin olsun insanların duyğusuna. Nəysə. Ayın 29-u nənəm fiziki olaraq bizi tərk elədi. Sağ olsun. Və il ərzində eşqimə görə yaşadığım acı, sentyabr, oktyabr, noyabrın 29-una kimi yaşadığım şeylər bunun yanında heç nə idi də həqiqətən. Yenə deyirəm, belə bir şey heç kimin yaşamasını arzulamıram, amma həyatdır. Əvvəl axır yəqin ki, hamımız belə bir şey yaşayacaq. Bütün keyfiyyətdən aşağı salır bu ekran sönməyi. Nəysə. Qəribə bir hissiyatdır. Çünki 29-undan 30-una keçən gecə və 30-u gəlib aparana qədər yanında durdum. Bilmirəm, ilk başlarda heç ölüsünə də yaxın dura bilmirdim. Tükürpəşdirici və qorxunc gəlirdi. Sevdiyim insan mənim qarşımda yatır. Amma mən onun üzünü görə bilmirəm, saçını toxuna bilmirəm, öpə bilmirəm. Sonradan öyrəşməkdir yəqin ki bu. Öyrəşdim deyə yanında qaldım, onunla danışdım. Son dəfə uğurlayanda da doyunca qucaqladım, öpdüm. Belə. Noyabr ayında belə yadda qaldı. Qəribə bir arzu kimi gələ bilər, amma mən aylardır çəkdiyim acıdan sonra istəyirdim ki, noyabr ayı yekunlaşsın. Amma bir nəticə ilə yekunlaşsın. Xoş bir nəticə ilə təbii ki. Bir saniyə. Xoş və yaxud da pis olub olmayacağına biz qərar verə bilmirik təəssüf ki. Və istəyirdim ki, dekabra təmiz bir başlanğıcla başlayaq. Elə bil dekabrda dünyaları dağıdacam, meynəyəcəm. Və istədiyim kimi də oldu. Noyabr bir sonluqla başa çatdı. Bilinməzlikdə buraxmadı bizi. Demək istədiyim əslində budur. Çünki nənəmin komada olması bir bilinməzlikdir. Sonu necə olacağını bilmirdik. Ümid eləyirdik, dua eləyirdik. Amma alınmadı təəssüf ki. Dekabr ayı spesifik olaraq hər hansısa bir hadisəyə görə yadımda deyil əslində. Kəsdən fıtka gətirsəydim. Ağlayacağımı təxmin eləmirdim, amma davam eləyə bilərik. Dediyim kimi, dekabr ayı hər hansısa xüsusi bir hadisə ilə yadımda deyil. Xatırlaya bilmirəm. Yəni,
əsasən yas tutmaqla keçən bir period idi. Amma mənim yasım hələ ki çox göz yaşları ilə başa çatan bir yas deyil. Bunu mən tamamilə dediyim kimi sentyabr, oktyabr, noyabr periodlarında yaşadıqlarımın ağırlığına görə hissizləşməyə bağlayıram. Çünki yəni biri var ki, tutaq ki, mən ilin əvvəlində bir çətinlik yaşasaydım və ilin ortalarına doğru bunun ağrı acısı keçsəydi, ilin sonlarında yaşasaydım, üst-üstə gəlməyəcəkdi heç nə. Amma bu dəfəki hadisələr hamısı üst-üstə gəldiyi üçün artıq mənim maşınım, beynim, bədənim iflas elədi. Yəni ruslar demiş, atqaz verdi də. Ona görə maşın kimi hiss edirdim özümü. Makinalaşmaq istiyorum deməyim gəlirdi də. Sadəcə evə gələn, yaşayan, biraz scroll eləyən, universitet üçün nəfəs alan birinə dönməyə başladım. Bu ömrümdəki ilk semestr idi ki, həqiqətən normal heç nə oxumadım. Normalda mənim müəllimlərim məni çox həvəsli oxuyan, yəni dəhşət oxuyan yox, amma başı var oxumur teması kimi bilən biri idi. Ən azından həvəsim var idi. Ən azından bir dərsə zada hazırlaşırdım. Başa düşdünüz? Amma bu semestr ümumiyyətlə 0. Belə. Dediyim kimi, duyğularım iflas eləmişdi deyə artıq reaksiya verə bilmirdim. Maraqlı deyildi. Həyatda nə olur? Kimə nə olur? Kim neyniyir? Əminəm ki, keçəcək. Sadəcə biraz dincəlməyə ehtiyac var. Hamının həyatında bu duyğusuzlaşma dövrü ola bilər. Mən bulanıqmışam kimi gəlirəm şu an. Belə. Bu il bütün ağrımda, acımda, səfəhliyimdə, axmaq qərarlarımda, gecələr tökdüyüm göz yaşlarında niyə parıldayırsan? Başa düşürəm, çox işıqlı bir insanam, amma parıldama. Hə. Bütün pis və yaxşı günlərimdə yanımda olan, dəstək olan, tövsiyə verən, bəzən heç tövsiyə verməyən, amma sadəcə yanımda olan, qucaqlayan bütün dostlarıma, anama təşəkkür eləmək istəyirəm. Bilmirəm, başqa nəsə deməli idimmi? Yadımda deyil. Yəqin ki, nəsə deməli olacağam, amma videonu yükləyəndən sonra yadıma düşəcək. İlan ili olduğunu çox göstərdi, böyütdü. Məni bir növ yeni bir insana çevirdi. Buna görə taleyə, Tanrıya, nə bilim, evrənə, nə deyirsinizsə artıq, fərqi yoxdur. Təşəkkür eləyirəm bütün verdiklərinə görə. Çünki mən böyüməli idim. Mən böyüməyə niyyətli bir insanım onsuz da. Və ağrı acıdan qorxan da bir insan olmamışam. Ona görə təşəkkür eləyirəm. Bu il əslində nə qədər güclü bir insan olduğumu mental olaraq bundan söhbət gedir. Fərqinə varmağıma səbəbiyyət verdi. Həqiqətən fərqinə vardım ki, mən çox güclü bir insanam. Artıq bilmirəm, güclü, zəif nədirsə, bizim uydurduğumuz şeylər, yaxşı və pis kimi. 2025-də bu videonu izləyən, izləməyən, səsimi eşidən, məni anlayan, anlamayan hamıya 2025-də xoş günlər, uğurlar, sağlamlıqlar, gözəl xatirələr, özünə duyduğu sevgi və başqalarının ona duyduğu sevgiləri arzulayıram. Qəribə bir birləşmə oldu, amma olsun. Ümid eləyirəm 1 il, 5 il sonra bu videoya baxanda həqiqətən olmaq istədiyim yerdə olaram. Heç özüm də bilmirəm mənim olmaq istədiyim yer haçansı olacaqmı? Çünki bir şey olanda yenə başqasına doğru addım atmağa başlayıram. Tam olaraq olmaq istədiyim bir yer olmayacaq yəqin ki. Bu da mənim özüm barədə sevdiyim ən gözəl xüsusiyyətlərdən biridir.
Belə. Başqa bir sözüm yoxdur. Arzu diləklərimi də dilədim. Ümid edirəm bu videonu da istədiyim kimi editləyə bilərəm və bu gün paylaşa bilərəm. Görüşənədək